Heç fikirləşmisiniz, bu yekə binalar, körpülər necə olur ki dağılmır? Sən demə, cavab elə materialların öz içində gizlənən bir qüvvədədir. Bax, bu qüvvəyə gərginlik deyilir. Yəni, materialın daxili müqaviməti. Gəlin, onun 3 əsas növünə sürətlə nəzər salaq. Birincisi dartılma gərginliyi. Bu, sanki nəsə dartılıb uzanır. Sonra gəlir sıxılma. Bu isə əksinə hər şeyi bir-birinə doğru sıxır. Və üçüncüsü, kəsilmə. Təsəvvür edin ki, təbəqələr bir-birinin üstündən sürüşür. Məsələn, dartılmanı asma çubuqda, sıxılmanı sütunda, kəsilməni isə bir boltda görə bilərik. Yaxşı, bəs bu daxili müqavimət özünü necə göstərir? Cavab deformasiyadır. Yəni, gərginliyə məruz qalan hər şeyin formasını dəyişməsi. Yəni, qısacası belədir. Gərginlik səbəbdir, deformasiya isə onun nəticəsi. Və bu sadə prinsip əslində bütün mühəndisliyin təməlində dayanır. İndi bir də ətrafınıza baxın. Gördüyünüz əşyalardan hansı gərginliyə məruz qalır sizcə?